Bu nə qədər ağır bir şeydir ki, Allah deyir, dünyada məni unutmaqlarının cəzası əzab, yanmaq, nə bilim, başqa bunlar deyil. Deyir ki, dünyada məni unudublar. İndi bunların cəzası nədir? Deyir, cəzası budur ki, axirətdə də mən onları unudasam. Demək, Allahın insanı unutmasının o qədər ağır əzabı var ki, 1000 il yanmaq ondan aşağı bir şeydir. Biz orada başa düşmürük. Orada başa düşəcəyik ki, nə qədər bizim ehtiyacımız var ki, Allah bizə nəzər eləsin. Deyirlər, baxmasa, nəzər eləməsə, mərifət əhli, övliyalar. Deyirlər, əgər Allah bizə baxmasa, nəzər eləməsə, cəhənnəm əzabından qat-qat ağırdır o insana. La yənzuru iləyhim yevməl qiyamə. Ali İmran surəsində buyurur ki, Allah onlara baxmır qiyamət günü. Allah bir adama baxmasa, yəni orada artıq rəhmət yoxdur və ora cəhənnəmdir. Cəhənnəm elə rəhmətin olmadığı yerdir. Ora cəhənnəmdir.